Bir dəqiqə baxa bilərsiniz bura. Bəli, buyurun. Mən başa düşmədim. Sizdə setlər yoxdur? Necə yəni yoxdur? Mən də burada set tapa bilmədim. Burada set yoxdur. Setlər başa düşmədim, niyə yoxdur? Əvvəl var idi axı. Hə, cavab verin indi. Hər gün ziyafət restoranında bütün menyuya 20% endirim var nəqd ödənişdə. Siz nəsə sifariş verin, sonda görəcəksiniz ki, bu daha sərfəlidir. Yaxşı. Nə yeyirsən? Mən burgerlə pendir çubuqları. Ay bacı, sən nə yeyirsən? Nə bilim, qarışıq pizza deyim. Hə, diginən, mən də yəqin bu ziyafət salatından deyərəm. Bir Uşaq özünə qal. stul gətir. Hə, heç nə olmaz, özü gətirir ki, o elədir. Gətir də, buyur. Götür yeyirəm. Bəs sizin salatınız harda qaldı? Mən dedim dahi salat olmasın da, salatı nə edirəm? Sizdə bu boyda pizza var, elə biz də onun dadına baxarıq. Hesabı istə gör, bayaqdan endirimdən danışırdı. Gör nə qədər eləyir. Götür yeyin də heç nə qalmayacaq burada. Bir dənə hesabı verərdiniz də zəhmət olmasa. Bacı, sən deyir, utanmamışsa pulunu sən verirsən. Mənə maraqlıdır bunlar nə qədər tutub. Az ye. Görüşmür da nə? Ay bala, nəfəs al. Mənə bax, bu uşaq neçə aydır yemək yemir? Bu atasına oxşayıb, atası da bunun kimi iştahlıdır. Mən əmisiyəm. Buyurun sizin hesabınız. Nəqd ödənişdə sizin hesabınız eləyəcək ümumi 19 manat 60 qəpik. 4 manat 90 qəpik 20% endirimdir. Üstəlik uşaqlar üçün əyləncə zonası da pulsuz. Eşitdiniz, ora pulsuzdur. Durun gedin həzm eləyin. Bayaqdan yeyirsiniz, imkan vermirsiniz bir tikə zəhər yeyin. Nə yaxşı, bu elə setdən sərfəli oldu ki, onda hesabı yarı-yarı ödəyərik. Ağ elədin də, özün sifariş vermişsən, özün Bayaqdan ödədin. sən yeyirsən. Hə, yerdin də, ağzı tutan var idi. Ziyafət restoranı. Əsl ailəvi məkan. Gəl də